Bismillah. Yeni ildə bu bürclər şad xəbərlər eşidəcək. Yeni ilin ilk günlərində bu bürclər üçün sevindirici xəbərlər gözlənilir. Qoç, yeni ildən dərhal sonra iş və ya şəxsi həyatla bağlı uzun zamandır gözlədiyi xəbər gələcək. Bu xəbər motivasiyanı xeyli artıracaq. Əkizlər, pul və müqavilələrlə bağlı şad xəbər var. Gözlənilməz zəng və ya mesaj sizi sevindirə bilər. Şir, yeni il şirlər üçün uğurlu başlanğıcdır. Karyera yüksəlişi və ya nüfuzlu bir şəxsdən dəstək xəbəri ala bilərsiniz. Ox atan, səyahət, köç və ya xaric ilə bağlı müsbət xəbər gözlənilir. Planlar sürətlə reallaşacaq. Dolsa, yeni ildə dolsalar üçün sürpriz təkliflər və sevindirici dəyişikliklər var. Xüsusilə maliyyə sahəsində şans açılır. Balıq, sevgi və ailə ilə bağlı xoş xəbərlər gündəmdədir. Qəlbinizi rahatladan bir xəbər alacaqsınız.